İran İslam Respublikasının donanmasının Xəzər dənizindəki qüvvələrinə zərbələr endirilir. بندر انزلی Bəli, dünya çox kiçikdir və elə həddə çatıb ki, bir kəpənək effekti axirətə səbəb ola bilər. Bir başqa müqayisə. Azərbaycan öz hava məkanında profilaktika məqsədi ilə dron uçuşları həyata keçirir. Pilotsuz uçuş aparatlarının sədası müəyyən insanlarda təbii həyəcana səbəb olur. Sadəcə pua sədası. Yəni, həyəcanlarımızın səbəbi belə müqayisəyə gəlməzdi. Bakıdan 1-2 saatlıq məsafədə isə amansız savaşdır. Ən müasir hərbi texnikaların prosesə cəlb edilməsi ilə evlər dağıdılır, şəhərlər yerlə yeksan edilir, talihlər viran olur. Bir sözlə, 3-cü Dünya müharibəsinin düz sahilindəyik.